Salam dostlar, bugünkü dərsimizdə biz deməli PIT haqqında dərsimizi davam edirik və biz keçən dərsdə səhv etmirəmsə artıq modulları əlavə eləmişik və şəbəkəmizi qurmuşuq. Yəni yoxlanış eləyək, bəli burada hazırdır, şəbəkəyə baxaq. Tamam, burada hazırdır və bu dərsdə biz artıq PIT blokunu əlavə edəcəyik. Deməli, gəlin birinci dostlar, bəzi dəyişiklik eləyək. Burada deməli, adını dəyişək, qoyaq. Məsəl üçün, Win1. Buranı eləyək, Page1. Page1. Və gəlin funksionu silək. Tamam, gəlin funksionu silək. Və gəlin bunun da adını dəyişək, qoyaq Windows ya da operator screen qoyaq elə. Alsın belə. Tamam, bu deyir ki, probelləri qəbul eləmirəm. Space-ləri gəlin bir yerdə yazaq. Operator screen 1 belə. Və indisə dostlar, gəlin deməli page 1-ə biz əlavə eləyək. Insert new CFC və adını qoyaq PIT control water olsun. Biraz uzun olsun adı. Və açaq bunu. Və dostlar, gəlin baxaq, bizdə PIT kitabxanası var, oradan istifadə eləyək. Library-nin üstünə vururuq və gəlirik CS7, API Library və Block Templates. Və deməli dostlar, burada seçirik Control və biz istifadə edəcəyik FP1874-dür. Bunun haqqında oxumaq istəsəz dostlar, sadə belə bir variant var. Yəni üstünə vurdunuz muşqa ilə, mousla vurdunuz və F1-i basırsınız. F1-i basanda artıq bunun haqqında nə məlumatlar var, hamısını oxuya bilərsiniz. Yəni ayrıca kimsə hansısa bir parametri ya girişin ya çıxışın dəyərin yaxud da nə xidmət edir o giriş çıxış, onu öyrənmək istəyirsə F1-i basıb öyrənə bilər. Və bunu gəlin çəkək bura. Dostlar, gəlin birinci deməli blokun adını dəyişək. Bizə biraz rahat olsun. Object Properties və burada qoyaq adın PIT water olsun belə. Və biz burada hansı girişi istifadə edəcəyik? Biz əslində nə etmək istəyirik? Biz istəyirik bir input bizə gəlsin level switchdən, level transmitterdən və çıxışı da idarə edəcəyik, deməli, valvın girişinə siqnal verəcəyik. Yenə dediyim kimi dostlar, bu girişləri nəyə lazımdır, nə üçün istifadə olunur? Həm buradan baxa bilərsiniz, həm də yenə dediyim kimi F1-i basırsınız, F1-in üzərindən artıq axtarış verirsiniz və istifadə edirsiniz. Bizə lazımdır external set point, yəni biz bu girişi aktiv eləməliyik, yəni bir eləyəcək bunu. Və ilk öncə gəlin analog input driver əlavə eləyək. Deməli, o bizdə olmalıdır. FP1869 analog, deməli input driver 18 69 bu olacaq. PCS7 library-ində takdir bir dəqiqə control analog digital analog input driver yox. Burada da dostlar onu əlavə eləyək. Gəlin bunu biraz sağa çəkək.
bura. Tamam, biraz çəkək sağa belə. Və bunun adını dəyişək, qoyaq level meter. Level meter. Və bizim valve üçün dostlar output lazımdır bizə. Eyni cür analog output. Bunu biraz çəkək bura və elə buradakini istifadə edəcəyik. Gətiririk. Və adını dəyişək, qoyaq control valve. Və bizdə qaldı əsas məsələ analog monitoring. Onun üçün biz mon analog yazırıq və search. Tamam, bura nəsə gəldi. Measure monitoring large. Biri vuraq, baxaq nə üçündür. The following fields for monitoring analog processlər, monitors və gradient. Tamam, bu gedər bizə dostlar, gəlin elə. Bunu əlavə eləyək. Monitor large olsun. Tam yəni bunu hələ ki bura qoyaq. Deməli sürüşləri biraz aşağı. Və indi biz nə edəcəyik dostlar? Deməli biz siqnalı burada process value'dan PV-out'dan çıxardacağıq və bura PV-yə göndərməliyik və burada isə PV-out'dan təzədən bunun PV-sinə verəcəyik. Gəlin onu eləyək. Deməli PV-out və PV-yə. Dəqiqə. Type the source and the destination is incompatible. Evet dostlar, səhv eləyəm. PV-out'dan bətdən çıxar da. Bu belə, deməli burada PV-out'dan buranın PV-sinə belə. Gəlin buranı biraz sərqəli yığaq, belə biraz sola çəksəklə baş verəcək. Bunu biraz belə. Yox. Mesela çok karıştı. Bir dakika. Biraz da aşağı, biraz da sola. Tamam, koy kalsın böyle onda. Gəlin buranın adını da dəyişək dostlar və növbəti dərsdə biz artıq Unity-in özünü hazırlayacağıq və buranın adını qoyaq level monitor. Belə yox, gəlin elə bu dərsdə hazırlayaq onu. Dostlar, gəlin indi biz tutarım ki, ölçürük ki, bizim level olacaq bir dəqiqə 600 kub olsun, 600 source bizə lazım deyil, buranı elə 600 və bizə lazımdır ki, biz burada engineering unitlər var, onu dəyişməliyik. Səhv etməmsə, sansı dərsdə kitabı da göstərmişdim. Kimə göstərməmişəmsə, mənə xəbər eləsin, YouTube kanalına yazsın, yaxud da Taskqaza yazsın, o sənə təzədən ona forward eləyərik. Deməli, kub üçün biz dostlar, məndə burada artıq hazırdır, 1034 işlədirik kodun. Deməli, burada dəyişiklik edirik. Deməli, 34. Və bizdə qaldı nə dostlar? Deməli, biz indi manipulated variable-ı biz qoşmalıyıq control valve-ın idarə etməsinə. M-ləri seçirik və bura. Belə. Və burada nə edirik? Deməli, bizdə olacaq gəlin birinci
bu hissəni qoşaq. Deməli, PV-in olacaq bizdə interconnect to address, deməli, olacaq level meter və bu tərəf qoşuldu və bizdə qaldı valve. Valve, deməli, biz səhv etməmsə valve action yaratmışdıq və bunu da qoşuruq bura. Və gəlin dostlar, bir dənə də bizə əlavə eləyək, manual set pointer release lazımdır bizə. Deməli, onu da verəcəyik. Deməli, MS release və MS release bura ilə birləşdirəcəyik. Belə. Deməli, dostlar, sonra biz deməli, batch siqnalını birləşdirəcəyik buradakı fault siqnalı ilə. Və PV6 unity birləşdirəcəyik PV unity ilə. Və sonra deməli, scale out biz birləşdirməliyik. PV display unit 4 bura düzdür. Və blokun normal işləməsi üçün bizə həm də lazım olacaq deməli, device out of service. Bunu da birləşdirəcəyik bura. Deməli, dostlar, yəni bu dərsi bitirək. Siz bu parametrlərin hamısını mütləq ki, oxuyun. Yəni, mən də bəziləri yaddan çıxardım, amma F1-dən istifadə edirəm, dərzən oxuyuram. Növbəti dərsdə biz artıq PID-in bəzi parametrlərin və dəyərlərini sazlayacağıq. Siz də oxuyun, yəni burada helpdən oxuyun, həm də F1-dən çağırıb oxuyun. Çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza.